Salam uşaqlar, biz bu gün OTK-nın 15-ci ay 2026-cı il tarixində 4-cü qruplar üçün keçirdiyi sınaq imtahanının kimya fənnindən olan sualların izahına baxacağıq. Deməli, qeyd edək ki, bu variant B variantıdır uşaqlar. Baxın, orada belə deyək də qeyd olunub. Deməli, 31-ci sualdan başladıq. Uşaqlar bizə X alkeni verir. Şərt qoyur ki, bunu sp2 orbitallarının sayıdır. sp2 orbitallarının sayı ondan 1,5 dəfə artıqdır. Hidratlaşma məhsulu molekulunda rabitələrin ümumi sayını tapın. Hidratlaşma məhsulu burada alkenlər hidratlaşanda spirt alınacaq. Birinci biz bu alkenlərdə bu hibridləşmə, karbon atom hibridləşmə halına, vəziyyətinə görə karbon atomlarının sayını tapaq. Biz bəlkə istənilən biz alken götürəndə uşaqlar hər bir alkende yazanda onda bir dənə 2 qat rabitə var da. Yəni orada bir dənə karbon 2 dənə karbon atomu sp2 halında olurlar. Yəni o alkenin nömrəsini necə yazırsınız, yazın 10, 11 fərq etmir. Yəni onun 2 dənə karbon atomu sp2 hibrid vəziyyətində. Onda onun sp2 hibrid vəziyyətində olan 2 karbon atomu olduğu üçün onda yaza bilərik ki, burada 3 dənə hibrid var, burada da 3. Yəni toplamı nə edir? Burada 6 edir də uşaqlar. Onda yaza bilərik 1,5 A bərabərdir 6. Buradan da A bərabərdir. 6-nı deməli 1,5-ə biz bilirik ki, böləndə 4 düşür. Deməli, onda tapdıq ki, burada X alkeninin bir dənə karbon atomu, belə deyək də, bir dənə karbon atomu onun sp3 hibridləşmə halındadır. Baxın, 1. Deməli, biz onda bu fikirləşirik ki, bu alkenin hansı alkenin bir dənə karbon atom sp3 hibridləşmə halındadır. Onda bu propendir uşaqlar. Baxın, propeni qeyd etsək burada. Deməli, karbon H3 2 qat rabitə. Deməli, karbon H2. Baxın, burada sp3 birinci karbon atomumuz sp3, sp2, sp2. Baxın, şərt ödəndi. sp2 hibridləşmə halında olan karbon atomların sayı 6-dır. Yəni biz orada 6 bərabər eləyib, orada belə deyək də, tapmışdıq A-nın qiymətini 6-ya 1,5-ə bərabər yazıb. A-nın orada 4 olduğunu, yəni sp3 hibridləşmə halında karbon atomunun 4 olduğunu tapmışdıq. İndi burada nə deyir bizə? İndi bu yazdığımız, belə deyək də, tezdən yazaq, pozuldu. Həmin alkenin su ilə reaksiyasını mütləq yazmalıyıq. Karbon H3, karbon. Biz bilirik ki, bu da Markovnikov qaydasına görə burada alınır karbon H3, karbon HOH, karbon H3. Yəni bu spirtin, propil spirti də belə yaza bilərik. Karbon deməli 3, H7, OH. Yəni aldığımız bu propanol 2-ni ümumi belə formulu karbon 3H7 O şəklində təqdim edə bilərik də. Yəni ki, biz burada nəyi tapayıq? Rabitələrin ümumi sayını tapayıq. Rabitələrin biz bilirik ki, burada bütün hamısı sigma rabitələridir. Sigma rabitələrin sayını tapmaq üçün indekslərin burada propil spirtini, məsələn 3-ü, 7-ni, bir dənə oksigeni var da, burada bir dənə hidrogen atomu var. Toplayırıq, 7-nin üstə 3 gəldik. Baxın, 7 üstə C3, üzərinə C1, üzərinə C1. Deməli, 7 neçə etdi uşaqlar? 12. 12-dən də bir vahid götürürük. Biz ümumi rabitələrin sayından da bir vahid çıxanda sigma rabitələrinin sayının tapılma qaydasıdır. Deməli, cavab 11. Baxın, burada qeyd etdik. Sonra bizə nə deyir 34-cü sualda? 34-cü sualda müəyyən şəraitdə qapalıda CO2-dən ibarət qarışığın həcmi 200 ml-dir. Deməli, reaksiyamızı yazmalıyıq, çünki mütləq burada reaksiya gedəcək. 2 deməli 2CO üzərinə CO2 keçir 2 CO2. Uşaqlar, baxın burada. Burada 2 millilitr 2 millilitr 1 millilitrinə reaksiyaya daxil olanda 2 millilitr oradan CO2 ayrılır. Baxın, burada azalmadan istifadə edir. 200 millilitr neçəyə keçib burada? 160-a. Deməli, 200-160-a keçəndə azalma nə qədər olub? Oradan 40 olub. Yəni 40 millilitr orada qarışıqdan azalma olub. Baxın, burada 3 həcm, 3 millilitr deyək də burada, keçib 2 millilitrə. Bunlar da millilitrlə qeyd etməliyik, çünki burada millilitr adı çəkir. Onda 1 millilitr azalmada, baxın,
3-dən, baxın, 3 millilitrdən burada 2 millilitrə keçdi. 1 millilitr azalma oldu. Onda yaza bilərik ki, pozaq. Deməli 1 millilitr azalmada 2 orada CO2 millilitr deyək də, çünki orada millilitrlə ifadə alınırsa, 2 millilitr CO2 alınırsa, əgər 40 millilitr azalmada 2 CO2 alınacaqdır. Qarışmasın. Deməli, buradan da x-imiz bərabərdir 80 millilitr. Deməli, alınan CO2-nin həmin şəraitdə həcmi 80 millilitrdir. Baxırıq, cavab C variantı burada. Sonra 35-ci suala baxaq. Orta fosfat turşusu hansı maddələr reaksiyaya daxil olur? Orta fosfat turşusu biz bilirik ki, özünün dihidroduzları ilə reaksiyaya daxil olmur. Kalium deyil. Kalium hidrofosfatla normal dozu ilə reaksiyaya daxil olur. Bu həmişə də məsələn yazsaz ki, kalium 3B4 üstə CH3BO4 mütləq oraya dihidroya da keçə bilər. Kalium hidro orta fosfata da keçə bilər. Dihidro orta fosfata da keçə bilər. Sadəcə orada əmsallaşma aparmalısınız. Yəni İkinci eyni qayda. Əgər yazsaq ki, kalium 2HPO4 üstə CH3PO4, əgər burada hidro görürsə, mütləq dihidroya keçəcək, dihidro duzuna keçəcək. Yəni kalium H2PO4-də yenə orada əmsallaşma sadəcə aparılır. Sonra 32-ci suala baxaq. X-Y maddələri verilmişdir. X maddəsi sp hibridləşmə halındadır. Y sp2-dir. Baxaq bu variantlara. Birinci almaz, etilen, karbon qazı, metanol verir. Almaz götürə bilmərik. Çünki almazda uşaqlar sp3-dür. Ona görə burada cədvəldə sp3 vermədiyi üçün biz varianta baxmırıq. Bilirsiniz, karbon atomunun sp hibridləşmə halında olan karbon qazıdır. Baxın, yazanda uşaqlar. sp hibridləşmə. Metanolda da sp2-dir, biz bilirik ki. Deməli, sp2-dir. Etilendə də sp2-dir. Karbon H2-də də 2 qat rabitəni biz gördüksə, mütləq sp2 qeyd edirik. Onda cavab hansı olur? Demək, sp x-ə getdi, sp. X maddəmizin burada, onda karbon qazı götürürük də 2x gedər. Baxaq hansıdır? 3, 4 də y-yə getdi, D variantı. Sonra 36-cı suala baxaq. Karbon H4-ün su ilə katalizator iştirakçı ilə təzyiq temperaturu altında reaksiyası verilmişdir. Biz bilirik ki, burada alınır CO üzərinə CH2. C üstə CH2 yenə katalizator iştirakçı ilə TB təzyiq temperaturu iştirakçı ilə keçir metil spirtinə. Metil spirtin üstünə də CO qoyanda uşaqlar keçir. Karbon H3, CO, sirkə turşusu alınır burada. Deməli, burada suallar nədir? Bəs maddələri soruşur. Yalnız Y-dir. Bax, burada da yenə H2-dir. Yalnız Y A variantını götürürük. Hansı çevrilmə zamanı 33-cü suala baxırıq. Elektronların sayı bir vahid azalır. Məsələn, sinkin normal halda elektron konfigurasiyasını yazsaq uşaqlar. Deməli, 3, D10, 4, S2-dir. Misdə biz bilirik ki, kənara çıxma var da 3, D10, 4, S1-dir. Yəni, S dolmamış D elektron təbəqəsi dolmağa başlayır orada. Sonra, deməli, dəmirdə 3D 6-dır. Deməli, 3D6, deməli, qısanı yazırıq. 4, S2. Baxın, mis, deməli, elektron neytralda 2 elektron verib uşaqlar orada. 2 elektron itirib, 2 müsbət katyonu yükləyir. 2 elektronu, bax, bu 2-dən gedir uşaqlar, 4S2-dən. Yəni, D orada elektronlar sayı dəyişilmir. Misdə də yenə bir dənə elektron itirir. Amma dəmir burada, baxın, 3 elektron itirib. Mis 1 elektron itirsə, yenə burada 4 S1-dən gedir. D elektronlar sayı azalmır. Amma dəmir 3 elektron itirsə, məsələn, uşaqlar bu 2-ni itirir. 4S2 gedir də burada təmiz. Bir də bir dənə də D yarım səviyyəsindən keçir. Yəni 3D5 olur orada elektron konfigurasiyası. Ona görə burada yalnız cavab 3-dür. Yalnız Y-yi götürürük. Sonra baxaq. 37-ci sual hansı reaksiyalarda karbon atomla hibridləşmə vəziyyəti dəyişmir? Uşaqlar, biz bilirik ki, əgər biz etil xlor üstəcə kalium H-ın suda məhlulu götürülmüşsə, bu su sözü bir də deyirəm, önəmlidir. Çünki spirtdə məhlul olsa, mütləq orada alkeni alınır, yaxud da 2 xlor görürsə, alkanların dihalogenli törəmələri də alkinə keçir. Deməli, burada alınır karbon H3,
karbon H2 OH. İkinci halda virus reaksiyasıdır. Karbon H3 karbon H3. Üçüncü halda Lebedev reaksiyasıdır. Biz bilirik ki keçir divinilə. Dördüncü halda bilirik T böyük 140 dərəcə H2SO4 katalizatorun iştirakı ilə spirtlərin qızdırılmasına həmişə alken alınır. Burada da biz əgər etil spirtdə görürsə alınır etili. Baxın burada birinci, üçüncü variantlarda etil xloriddə də hamısı karbon atomlar hər ikisi sp3 halına da keçir, dəyişilmir. Bir atomlu spirtlərdə biz bilirik ki, belə deyək də karbon atomları sp3 vəziyyətində, çünki orada pi yoxdur. Yenə virus reaksiyasında alkanların monohalogenli törəmələrindən yenə burada alkan aldığı üçün sp3-dən sp3 keçir. Amma üçüncü, dördüncü variantlarda deməli, baxın sp3-dən sp2-lərə keçib. Yenə 4-də sp3-dən alkenlərdə biz bilirik ki sp2-dir. Yəni ikinci burada yenə sular dağlanır. Bunlar soruşmadığı üçün biz qeyd edirik. Burada da H2 üzərinə H2O, üzərinə burada da natrium xlorid. Burada da yenə ikinci məhsul kalium xloriddir. Yəni dəyişmir deyirsə 1, 2-ni götürürük. Yəni 3-4 vəziyyətində dəyişir. 1, 2 də D variantıdır. Sonra baxaq buna. Maddə benzolun homoloqu verilib uşaqlar. Burada benzoloqun ümumi formulları da biz bilirik ki, karbonin 2-6-da belə bir onda cədvəl qoyur. Benzolun homoloqunda karbon atomlarının sayı əgər x-də n bərabərdir, x yaza bilərik. Hidrogen atomlar sayı x-4, onda yaza bilərik 2-6 bərabərdir, x-4. Gəlin n-in qiymətini burada x-i n-ilə əvəz edək də. Onda yaza bilərik belə deməli 2n, yəni buradan alınmır, daha doğrusu bunun qabağında yazmaq biraz düzgün deyil. Onda yaza bilərik buradan 2n -6 bərabərdir. Baxın, n-i cəddi buraya qoyduq. X-dən əvəzlədiyi üçün n-4. Buradan da 2n çıxdı, n 1n qalır. Altını da sağa keçirsə 10. Deməli, burada karbon atomlarının sayı x bərabərdir 10 imiş. Yəni n10 yaxud da x10 da fərq eləmir. Hər ikisi karbon atomlarının sayını görsə. 38-ci sualda nə deyir? 38-ci sualda uşaqlar X maddəsinin karbonla reaksiyasına kalsium karbid alınıb. Biz bilirik ki, X maddəsi burada belə deyək, kalsium oksiddir. Kalsium karbidin də su ilə reaksiyasına Y maddəmiz də burada bizim sudur. Çünki bilirik ki, kalsium karbidin su ilə reaksiyasına asetlərin kalsium hidroksidi alınır. Suallara cavab verək. Biz bilirik ki, oksidlər sinifinə ümumi dəyəri olan götürün XY üçün. Hər ikisi oksiddir, çünki hər ikisində oksigen oksidləşmə dərəcəsi -2-dirsə, oksid qəbul edirik, götürə bilərik. Kristal qəfəsinin tipləri, biri ion kristal qəfəsidir, biri molekulyar kristal qəfəsidir, götürə bilmirik. Adi şəraitdə aqreqat hallı, xeyr, biri bərkdir, biri mayedir. Kükürt 4 oksid reaksiyaya daxil olması, kükürt 4 oksidlə hər ikisinin reaksiyası var. Kalsium oksiddə, məsələn, yaza bilirik də, kalsium oksid, üstəcə SO2 keçir kalsium SO3-ə. İkinci halda da məsələn suyun da SO2 ilə reaksiyası var da, biri ki sulfitə keçir. H2 SO3-ə keçir. İndi burada bizə ümumi olan fikirlər deyirsə 1, 4 variant. Y variantı götürürük. 41-ci sualda baxaq. Hansı birləşmələrdə oksigen kütlə payı eynidir? Kütlə payını hansına eyni olmaq üçün gəlin bunları ümumi bir forma kimi tərtib eləyək bunlar. Birinci bir də qarışıq əldə etdiyini yazaq. Məsələn, karbon H2 belə deyək, oksigen. İkinci halda yazaq ki, deməli, karbon H2O2. Üçüncü halda yaza bilərik, karbon 2 H4 oksigen. Dördüncü üçün sirkə turşusunda yaza bilərik. Karbon 2 H4. Deməli oksigen 2. Bunu da ixtisar etsək hər iki tərəfin 2-yə də indeksləri 2-yə ixtisar etsək onda alarıq karbon 2 O2. Baxın 1 ilə 4. Baxın 1 ilə bu yazdığımız dördüncü formaları belə də ümumi formalar eynidir. Yəni orada
hər ikisi üçün oksigen kütlə payını hesablasaq, yəni ixtisar edilmiş halda da, edilməmiş halda da hesablasaq, hər ikisində oksigen kütlə payı eyni çıxacaq. 2 ilə 3-ü götürə bilmərik. Çünki baxın, 3-də 1 dənə oksigen atomu var, burada 2 dənə var. İkinci orada belə deyək də qarışqa turşusunda, ona görə onlar uyğun getmədi. Burada 1, 4 variantlarıdır. İzahımı çatdıra bildim. 39-cu sualda uşaqlar bizə 2 duz verilmişdi. Anionların qatlığı, kationların mol qatlığın tapılması istəyir. Müəyyən şərtlər verilmişdir. Məhlulların həcmi verilib, cədvəldə görürsünüz. Natrium klorid isə V verilib, dəmir 3 klorid üçün 3V verilmişdir. Duzların hidrolizi nəzərə alınmır. Bir də deyir ki, disesiya dərəcəsi 100%. 100%-dirsə, deməli biz bunların disesiya dərəcəsi belə tənliyini mütləq yazmalıyıq. Yaza bilərik uşaqlar. Deməli, natrium klorid disesiya edir. Natrium xlor mənfi. Dəmir klorid disesiya edir. Dəmir 3 müsbət üstəcə 3 xlor mənfi. İndi burada nə yaza bilərik də uşaqlar? Bizə verib ki, burada gəlin hamısının biz 1 mol üçün hesablayaq da NX verməyək, eyni cavaba gələcək. Natrium xlorida 1 mol götürək, dəmir 3 xlorida 1 mol disesiya etsə, orada kation anionları əmsalları dəyişməyəcək. Onda əgər yazsaq ki, natrium xlorid üçün yaza bilərik. Məsələn, C2 bərabərdir. Kation dediyi üçün natriumun əmsalı 1 yazaq, həcm də V-dir, 1 bölünsün V. Y üçün yaza bilərik ki, bu molyar qatlıq düsturunda biz bilirik də C bərabərdir molyar qatlıq nö bölünsün V. Sadəcə bunu kationlar üçün tətbiq edirik, molyar qatlıq anlayışını burada. Deməli, burada da yenə kation, dəmir 3 kationu 1-dir yazdıq, bölünsün 3V. Baxın, cədvəldə 3 verilmişdir. Sonra yazaq ki, bunların arasındakı doğru münasibət tapmaq üçün C2-sin C-ə nisbəti bərabərdir. 1 bölünsün V bölünsün 1 bölünsün 3V. Yenə də biz bilirik ki, bir kəsri digər kəsrə böləndə onu tərsinə vururuq da. Onda yaza bilərik 1 bölünsün vurulsun 3V1. Burada da yenə V'lər gedəcək. Onda yaza bilərik X-in Y-ə nisbəti bərabərdir 3. Buradan da 2x bərabərdir 3y olduğunu alarıq. Yəni cavab D variantıdır. Baxaq ki, məsələ qalmadı. Etilin qaldı burada. Lövhəmiz açaq onda. Deməli, burada maddə verib, karbon 2H4 verib, yanmasının ayrılan istilik miqdarını hesablamayaq. Şərt qoyub 0,2 mol etilinin yanmasının ayrılan istilik miqdarını hesablamayaq. Bizə də orada maddələrin əmələ gəlmə istiliklərini verib. Bunda tənliyi mütləq yazmalıyıq da uşaqlar. Karbon 2H4 üzərinə gəl O2 keçir CO2 üzərinə gəl su. Bəsit halda 0-dır. Biz bilirik ki, əmələ gəlmə istiliklərinin üstə qeyd edilir. Deməli, bu 286-dır, CO2 400-dür, karbon 2H4-də mənfi 50-dir. Əmsallaşmanı aparaq, 2 qoyaq, oksigenə 3 qoyaq, 2 dəy, burada bir 2 qoyaq, bərabər oldu elə biləm, 3-2-nin 6, 400. Biz bilirik ki, kimyəvi reaksiya istilik effekti məhsulların əmələ gəlmə istiliklərinin cəmindən çıxırıq, başlanğıc maddələrin əmələ gəlmə istiliklərinin cəmini. Onda yaza bilərik 2 vurulsun 400 üzərinə gəl. 2 vurulsun 86 çıx mənfi 50. Başlanğıcda da bir maddəmiz var da karbon 2H4-ün. Onda yaza bilərik Q bərabərdir 800. Deməli 800 286-nı da vurdu. 2 də 6-nı 2 yazaq bir yerdə. 2 də 8-in 6 7 572 üzərinə 50. Bu da eğer deməli baxaq kalkulyatora. Deməli 1472. 1472. Deməli Q bərabərdir. Kimyəvi reaksiyanın istilik effekti Q bərabərdir 1400 belə deyək 72 olduğunu aldıq. Kilojoule. İndi şərt qoyur ki, 0,2 mol etilenin yanmasının ayrılan 1 moldan, baxın 1472 burada 1 mol var. O tapdığımız əmsal üçündür.
Onda 1 mol karbon 2H4'ün yanması zamanı 1472 kilojoule istilik ayrılırsa 0,2 mol karbon 2H4'ün yanması zamanı x kilojoule istilik ayrılır. Buradan da x'i tapsaq, 1402-ni də 0,2-yə vursaq, deməli 2-də 2 4 artsaq 1284'dan .4 kilojoule istilik olduğunu taparıq. Yəni A variantı orada cavab. Sonra görək nədir burada məsələlərimiz. Yenə burada məsələlərdə yenə lövhəni açaq. Çünki məsələ verilib, bağladıq, bir daşdıq. Deyir ki, burada 2 duz verilib. 2 duzun da həll olma belə əmsalı 20 dərəcədə 200 qram bölünsün litrdir, 50 dərəcədə 400 qram bölünsün litrdir. 20 dərəcə suda hazırlanmış 600 qram donmuş duzla müəyyən miqdar həmin duzda əlavə edilir, 50 dərəcəyə qızdırılmışdır. Bu zaman əldə edilən duz tam həll olmuş, 500 ml məhlul alınmışdır. Məhlulun sıxlığını hesablayın. Suyun buxarlanması nəzərə alınır. Uşaqlar, biz bilirik ki, bir məhlulun 200 qram nə deməkdir burada? Qram bölünsün, yəni burada o demək ki, 1000 ml məhlulda 200 qram məhlul həll olmuşdur. 400 qram bölünsün litr, o deməkdir ki, 1000 ml məhlulda 400 qram məhlul almış. Onda belə bir də tənasüb yaza bilərik ki, əgər 1200 belə deyək də 1200 qram məhlulda əgər bizdə 200 qram duz varsa, o 20 dərəcə üçün hesablayırıq uşaqlar. 200 qram duz varsa, baxın orada o 600 qram bundan duz götürüblər də, bax 600 qram doymuş duz məhluluna. Onda bunun 600 qram duz məhlulunda nə qədər duz olar? 1200 oradan 2 dəfə kiçildi, burada 100 qram duz olar. İndi burada da bir şərt verir ki, uşaqlar, buna müəyyən miqdar duz əlavə olunub bunun üzərinə. Bax, bunun üzərinə bilmirik də, gəlin bunun üzərində x qoyaq, müəyyən miqdar x duzu qoyaq, əlavə edilib. İndi sonra da deyir ki, 50 dərəcədə qızdırılmışdır. 50 dərəcədə də bunun KH-ı 400-dür. Onda yaza bilərik ki, buradan 400 bərabərdir. X üstəcə 100, yəni bu həll olanda bu tapdığımız 100. X üstəcə 100 bölünsün 500. 500 də hardan gəldi? 600-dən də 600 qram doymuş duz məhlulunun 100-ü axı duzlu, 6-dan 100 çıxanda su burada 500 olduğunu tapırıq. Bax, 600 qram doymuş məhlul getmişəm, o içində tapdım. 100 qramı duzlu çıxdım. 500 qram su. KH-da tapmaq üçün maddə bölünsün, su vurulsun 1000 idi də uşaqlar. Şimdi qaydamızda. Onda buradan x-i tapsaq, deməli bunu 1500-ə bunu hilləsəz, bunu çünki mən vaxt getməsin deyə hesapladım. 100 olduğunu tapdım. Bax, onu özünüz də hesablaya bilərsiniz. İndi burada da deyir ki, təzədən bu, əgər bu x-i ki tapmışdım uşaqlar, bax bu x-i buradan tapmışam. İndi mən bu 100 ilə 100-ü nə edirəm? Bu tapdığım x-in üzərinə də bu 100-ün üstünə 600 qram, axı orada 600 qram duz məhluluna müəyyən miqdar duz əlavə etdik, bu duzu əlavə etdik. 700 qram məhlulun ümumi kütləsinin olduğunu tapdım. Onda yaza bilərəm, rho bərabərdir, n bölünsün v düsturundan, məhlulumun kütləsi 700-dür. Tapmışdım axı. 500 də orada şərtdə deyir. Baxın, 500 ml məhlul alınmışdır. Onu da böldüm 500-ə. 1,2 qram bölünsün millilitr olduğunu tapdım. Məhlulun sıxlığı demək 1,2 D variantıdır. Sonra 46-cı suala baxaq. Artıq miqdar götürmüş duru nitrat turşusuna gümüş ilə reaksiya alınan duzun tam oksidləşməsinə 0,1 oksigen sərf olmuşdur. Deməli, onda gümüşün duru nitrat turşusu ilə reaksiyasını yazaq. Gümüş, nitrat, üstəcə duru dediyi üçün su burada qoyaq. Sonra neyini? Deyir ki, alınan qazın tam oksidləşməsinə. Demək, alınan qaz da NO-dur, oksidləşir. Biz bilirik ki, keçir 2NO2-yə. Baxın, baxırıq ki, 2 moldan 1 mol oksigen sərf olunur da. Onda əgər 0,4 mol oksigen sərf olsa, nə qədər orada NO reaksiyada alınıb? Onu tapmağa çalışaq.
X bərabər 0,S. Bunu da cəhd yazdıq bura. Gümüşün də deməli orada qatı nitrat turşusunu əmsallaşmanı da aparsaq ki, şifahi yapıra bilərik bunu. Uşaqlar ki, orada vaxtımız getməsin. Çirəşə görə hara nə ata bilərik ki, orada əmsallarımız düz gəlsin. Dur, deməli 3 ataq bura. Siz bilməz elektron balans üsulundan orada oksidaşma dərəcələrinin dəyişimlərini qeyd edin. 3 burada. Bax görək düz oldu. Hə, məncə düz oldu. Baxın, 0,8 burada reaksiya neçə mol gümüş daxil olduğunu tapın. İndi deyir ki, reaksiya neçə mol, əslində 0,8 tapdıq da bunu. Yox, tapmışıq da təbii. Dedim ki, su tənlikdə 0,8 mol. Burada NO tapdığını tapdıq. Dedim ki, ilə başqa bir şərtdə verir. Alınan qazın tam oksidaşma 0,1 oksigen sərf olmuşdur. 0,1 oksigen sərf olundu. XP bu da gümüşün durum nitrat turşusu ilə alınıb da. Sonra baxaq nə deyir. Məsələ qaldı mı? 47-yə də baxaq. 2 deməli orada bir dənə revizə reaksiya verib yazaq. NO oksidləşir, keçir. 2 NO 2. Deməli burada tarazlıq qatlıqlarını verib. Oksigen başlanğıc qatlığını necə? Biz bilirik ki, başlanğıc qatlıq bizim qaydamız vardı. Sərf olunan qatlıq, tarazlıq qatlığı. Deməli biz bilirik ki, başlanğıc qatlığına sərf olunan qatlığı çıxırıq, tarazlıq qatlığına atıq, yaxud da tərsinə. Tarazlıq qatlığı üstünəcə bizim qaydamız vardı. Sərf olunan qatlıq bərabərdir başlanğıc qatlıq. Yəni buradan müxtəlif hesablama apara bilər. İndi burada tarazlıq qatlıq O2-nin X verib. Demək NO2-ni də X verib. Baxın, yox, burada tarazlığı verib. Daha doğrusu səhv qeyd elədim, tarazlığı verib. Demək tarazlıq qatlığının altına deməli X yazmalıyam. Yox, daha doğrusu yenə getdim NO2-nin altına. Oksigen altda deməli X yazmalıyam. Deməli oksijeni düşün X yazmalıyam. NO2-yə də X verib. Biz bilirik ki, sərf olunan qatlıq NO-nun tarazlığı X-dirsə, bu da X-dir. Baxın, əgər 1-ə burada O2 sərf olunanda 2 alınıbsa, burada X deməli sərf olunanda burada 0,5 alınacaq. Elə bir tənasüb qoyursunuz ki, 1 mol O2 sərf olunanda 2 NO2 alınırsa, X NO2 əgər alınıbsa buradan nə qədər oksigen sərf olunacaq? 0,5 X. Bax, oradan o tənasübü təsvir edib yazıb sadəcə sərf olunanın altına qeyd edirsiniz. İndi biz də bildik ki, burada tarazlıq qatlığına sərf olunan qatlıq toplayırıq, başlanğıc qatlığı verdi. Onu da yaza bilərik 0,5 2 üstəcə 1 2 bərabərdir 1,5 2 oksigeni dediyi üçün. Baxın, orada oksigenin başlanğıc qatlığını tapdıq ki, 1,5-dir. Sonra 44-cü suala baxaq. 48-i də həll eləyək, məsələdir, keçək. Sink lövhə mis2 sulfat məli arasında reaksiya baş verir. Yazaq sink üzərinəcə mis SO4 alınır. Deməli, orada mis üzərinəcə sink SO4. Sink misi sıxışdırıb çıxarır da, orta aktiv olduqca duz məhlini sıxışdırdı, çıxartdı. İndi baxaq, 0-dan keçib 0, müsbət 2-dən 0-a keçdi, bu da müsbət 2 dəyişənləri yazdıq üzərinə. Mis 2 iyonu oksidləşir. Baxın, burada müsbət 2-dən neçəyə keçib 0-a? Oksidləşir, yox, reduksiya olunur. Çünki artma istiqamətində gedir də. Orada elektron aldığı üçün reduksiya olunur. Yəni, bir orada səhvdir. Əvəz etmə reaksiyası gedir, hə, düzdür. Sonra sink lövhəsinin kütləsi azalır. Sink, baxın, 65-dən burada 65-dən gəlib 64-ə. Əlbəttə kütləsi baxırıq ki, oradan 1 qram azalıb. Deməli, cavab 2, 3 variantları. Sonra sirkə turşusu etil spirti üçün ümumi olanları müəyyən edin. Uşaqlar, biz bilirik ki, sirkə turşusunun ümumi formulunu yazaq. Karbon-H3, COH. Etil spirti də biz bilirik ki, karbon 2, H5, OH-dır. Sonra suallara cavab verir. Molekulunda siqma rabitələrin sayı eyni ola bilməz. Çünki istəyirsiniz, bax uşaqlar, indekslərin toplayın, bir vahid çıxın.
Sonra molekullu karbon atomu hibrid orbitalların ümumi sayı eyni ola bilməz. Çünki burada bu sp2-dir. Burada 2 dənə sp3 var. İstər istəməz orada bir vahid azad olacaq sirkə turşusunda. Oksigenin kütlə payı da eyni ola bilməz. Çünki birində bir dənə oksigen var, ikisində 2 dənə oksigen var. Nisbi molekul kütlələri də eyni ola bilməz. Adi şərtdə aqreqat halı, bu götürə bilərik. Çünki hər ikisi aqreqat halı biz bilirik ki, turşularda, spirtlərdə, sirkə turşusu da, spirtlərin olsa da bilirik ki, 17 nömrəsinə qədər spirtlərin. Deməli, hamısı maye haldadır. Sonra hansı reaksiyalar getmir? Biz bilirik ki, baxın, birinci reaksiyada əsasi duzda fərqli xüsusiyyətə malik olan bir dənə maddədir, turşu. Bir-birinə əksdir. Mütləq reaksiya gedəcək. OH-lar H oradan götürəcək su. Alınan maddədə olunacaq kalsium, xlor, NO3 üzərinə su. Bax, belə bir maddə alınacaq. Burada da ikinci halda əsası duz üstəcək su reaksiya gedəcək. OH1H götürəcək, suya keçəcək. Alınacaq yenə burada dəmir. OH bir dənə qalır. OH-ın biri H-ı, bax bu H-ı götürüb suya keçdiyi üçün xlorid. Xlor 2 daha doğrusu. Dəmir OH, xlor 2. Üçüncü halda belə reaksiya mümkün deyil. Bunun natrium normal düzdəki natrium H belə reaksiya getmir. 4-də də getmir. Çünki biz bilirik ki, sulfat turşusu özünün dehidroduzları heç vaxt reaksiyası yoxdur. Burada da yenə suyu da yazaq. Deməli 1-2 variantı. Bax, getmir deyir uşaqlar. Mən gedənləri yazdım axı. Getmir burada. Baxın, burada getmir deyirsə 3-ü 4-ü götürməliyik. Sonra sinki yazdıq. 49-cu reaksiyada baxın, X-8 mol götürmüş oksigen azalmaq istiqamətində gedib 2-yə düşüb. Deməli, yaza bilərik burada X-8 sıx 2 nə qədər reaksiya daxil olub, X-6 mol reaksiya daxil olub da orada 2 artıq qalanda X-də əmələ gəlib. Onda baxın, burada belə tənasüb 11-dən əgər 8 orada CO2 alınırsa, çünki baxın, oksigendən CO2-dən söhbət gedirsə, demək, əmsalları onun üzərinə atmalıyam. Onda yaza bilərəm X-6-dan X əmələ gəlir. X CO2. Onda çarpaz üsulda yaza bilərik 11, 2. Deməli, bərabər 8x-ə vurdum. 8, 2, üstəcə 48, 11x-dən 1x-də çıxdım. 8x çıxsaq, neçə qalır bunda? Deməli, 11-dən 8 çıxsam, 3x bərabərdir 48. Buradan da x bərabərdir 16 olduğunu tapdıq. 16 olduğunu tapdıq. Burada nətər olur? 16 olur ki. Yaxşı, bura 16 qeyd etdik. Qrafika düzgün getmir. 16-dan sonra 2 gəlmir axı. Nə bilim, aşağı yazıblar belə bir OTK-da özünü itirib nə qoyur bilmir. Hansı halda reaksiyalar getmir deyir. C üstəcə natrium H biz bilirik ki, 1-in 1-ə nisbətində turş duzu alınır. H karbonu 3 alınır, gedir. CO2 üstəcə H xlor turşu, oksigen turşu eyni təbiətli maddələrdir. Mümkün deyil reaksiyası getməz. CO üstəcə belə deyək də misoksid reaksiyası gedə bilər də. Burada deməli alınır mis üstəcə CO2 alınır. Yəni ikinci belə bir tipli reaksiya var. Reduksiya olunlar CO2-yə keçə bilər. İndi bizdə getmir soruşur. Yalnız 2 onda. Sonra baxaq burada nədir? 50-də bizə verilib, alkan verilib, X-yə verilib, bilmirik də məhsul alkanlarda. Nisbi molekul kütləsi M-dir, 1,28 fərqləri. Biz bir 2 metilin qrupu götürəndə uşaqlar, baxın. Bu 14'dür. Bu da bunun daha doğrusu kütləsi 14'dür də. Yəni bu alkan, X alkan Y arasında 2 dənə karbon 2H qədər orada onun fərqi var da. Onda gəlin birincini burada X-i belə götürək də. X-i götürək, karbon 2H6 götürək. Baxın, niyə karbon 2H4, karbon H4 götürmür, amma izah verəcəm. Karbon bunu da götürək. Karbon 4. Niyə yazmadım? Karbon 4, H8 götürək. Baxın, bunların emirində hesablayanda, bunların emirlər arasında 28 qram fərq var. Baxın, karbon 2H6 biz bilirik ki 30'dur. Karbon 4H8-də
58-dir də emerini hesablayanda. Karbon atomlarının sayı da bir-birindən bunun kütləsi M-dir, bunun kütləsi M üstəcə 28-dir. Yəni fərq ödənir. Bunun deməli karbon atomlarının sayı karbon 2H6 A bərabərdir 2-dir. Bu da A bərabərdir 4-dür. Yəni cədvəldəki şərt ödəndi. Bu sual nə soruşur? Yeni molekulların hibrid orbitallarının sayı, biz bilirik ki, alkanlarda hibrid orbitalların sayı 4n düsturudur da. 4n bərabərdir 4 vurulsun 4 bərabərdir 16. 16 variantı baxdıq. Yaxud da ki, yadınıza düşmədi. Karbon 4H8-i belə deyək də yazın. Karbon H2, karbon H2, karbon H3. Bilirik ki, karbon atomları arasında bir qat rabitə gördüksə sp3 satırıq fikirləşmədən, sp3 satırıq. Sonra başlayırıq da yaxşı, heç nə, yəni o 4-ün qaydaları yadınıza düşmədi. 4, 4, 4 atın, toplayın, 16 olduğunu tapın. Yəni sizə necə uyğundur, necə rahatdır. Sonra baxaq, reaksiyadan və qabda olan ilkin maddələrin mol miqdarı 10-da 10 keçib burada, uşaqlar, baxın, 10 keçib 5-ə. Onunla qapalı qabda yazıb ki, olan maddələr mol miqdarı 6-ya keçib. Burada yenə azalmada neçə mol, 4 mol azalma baş verib də. İndi baxın, biz reaksiyada, biz bilir ki, gəlin reaksiyanı yazaq. N2 üzərinə 3H2 keçir 2NH3. Baxın, burada belə deyək də 4 moldan keçib 2 mola. 2 mola keçibsə, uşaqlar, baxın 2 mol orada azalmadan istifadə edək də. 2 mol azalma olubsa, bax 2 mol azalmada az yazaq elə. Nə qədər azotdan söhbət gedir burada? Baxın burada azotdan. Reaksiya niyə pozuldu? N2 üstəcə 3H2. 2 mol deməli orada azalmada nə qədər azot alınır? 2. Yox, daha doğrusu 1 N2 reaksiyaya daxil olur. 1 mol azot reaksiyaya daxil olursa, onda azalmamız burada 4 moldur axı. 4 mol azalmada da X-in, yəni orada X mol azot reaksiyaya daxil olduğuna bax, azotu deyir hesablayın. Baxırıq ki, oradan 4 2 dəfə artıb 4 olsa, burada da X bərabərdir 2 olduğunu tapdıq ki, 2 mol 4 mol azalma olanda 2 mol azot reaksiyaya daxil olur. Onda deməli cavabımız burada 2-dir, baxın 2. Normal butan 2 metil propan reaksiyasında dəyişməyən nədir? Uşaqlar, normal butanı yazsaq, biz baxın. Karbon H3 keçir izobutana da 2 metil propana. Bax, keçəndə uşaqlar. Karbon H3, karbon H, karbon H3, karbon H3. Baxın, burada dəyişməyən istəyir, nədir? Hibrid orbitallarının sayı 4sp3 yuxarıdadır. Yazmayaq, 4sp3 aşağıdadır da, yəni orada dəyişmir. Karbonun kütlə payı dəyişməyəcək, çünki eyni formuldur da, eyni kütləyə, orada eyni kütlədə karbon var, eyni kütlədə formulları, yəni bir yazsaq, karbon 4H10-dur da hər ikisinin. Ona görə orada dəyişməyəcək. Qaynama temperaturu dəyişəcək, çünki şaxəsizdən şaxəliyə keçir. Sigma rabitələrinin də sayı dəyişməyəcək. Çünki pi əmələ gəlmir, bax, istəyirsiniz sayın. Yəni 16-dan 4 çıxın, bir vahid götürün. Daha doğrusu 16 ilə 4-ü toplayın, 20. Yəni hər ikisində 19 sigma olduğunu istəyirsiniz sayın. İkili karbon atomlarının sayı, baxın, burada birinci halda deməli bunun 2 dənə birli var. 2 dənə də ikili karbon atomu var. İkincidə də ikili karbon atomu yoxdur. Baxın, bu karbon atomu üçlüdür. Digərlərdə bir dənə də 3 dənə də birli karbon atomu var 2 metil propanın. Ona görə orada dəyişilir. Yəni heç yoxdur vəbşi yanında. Keçid baş verəndə orada itir ikili karbon atomlarının sayı. Deməli cavab 1, 2, 4 variantı. Sonra qaldı sual. Bizim burada qaldı. Demək, X maddəmizi götürüblər. O2 keçib, Y maddəsi O2 keçib, Z-yə, Z maddəsi su ilə qarşılıqlı təsir H2SO4 alınıb. Deməli, bu kükürdü. Axırda son məhsul H2SO4-dürsə, biz bu kükürdün mərhəli şəkildə o sənaye üsulu alınma üsullarından biri də onu xatırlayırıq. Bu SO2-dir. SO2 keçir SO3-ə. SO3-də biz bir su ilə H2SO4 verib. XZ maddələrini müəyyən edin. X maddəmiz oldu S.
Z maddəmiz də SO3. X demə S, Z maddəmiz SO3 hansıdır? B variantı. Sonra baxaq nə deyir burada. 55-ci sualda uşaqlar bizə nə deyir? Deməli, burada nə verir bizə? Yağ verilib. Yağlar biz verir ki, 3 atomlu spirtlərlə, qlitserinlə, ali karbon turşularla əmələ gətirdiyi mürəkkəb efirlərdir. Burada indi nə yaza bilərik? Yağ deyir yananda, keçib uşaqlar. Burada, yəni görsədək də, yəni yağ ilə sözünü yazaq, ya 3 atomlu spirtimizi yazaq, elə 3 atomlu spirtimizi yazaq. Karbon H, karbon H2 deməli. Oksigen, COR, COR. Baxın burada. Yəni bu yağ yananda burada mütləq 57 CO2 ayrılıb. Harda qeyd eləyək. Bunu da belə yazaq da. Deməli 57 mol CO2 ayrılıb yağın yanma tənliyindən. Bir də alınıb deməli 52 H2O alınıb. Yəni bunlar bu yağın belə deyək, yanma tənliyindən. İndi bundan istifadə elə yağın tərkibində eyni karbon turşusu qalığı qadarsa turşu molekulunda hidrojen atomlarının sayını müəyyən. Onda uşaqlar burada biz karbonu bir qeyd eləyək. Baxın bir də hidrojeni. Baxın karbonu qeyd etsək, burada 6 dənə karbon var. Bu yazdığımız bu belə yağın ümumi formulunda baxın sayın. Bax orada biz diqqətli saysaq. Bu gliserin tərəfdə 3 dənə karbon atomumuz gliserin tərəfdədir. 3 dənə karbon atomumuz da baxın burada. 6 dənə. Onda yaza bilərik 6 üstəcə 3R var axı orada. Turşu qalığı 3R bərabərdir 57. Buradan da R'in bərabərdir 17 olduğunu taparıq. İndi yaxşı, bu 17 tapdığımız karbonun nömrəsidir. Baxın, indi hidrojeni necə tapıb? Hidrojenlərin sayını sayaq. Orada 5 dənə hidrojen atomumuz var. Bax, 3, 2, bax, gliserin tərəfə baxın. Burada karbon H2, karbon H, karbon H3. 5 dənə karbon atomumuz var. Yenə 3R durub yerində. Yazdım 3R. Bərabər elədim 100. Belə deyək də 4-də. Niyə 104 hardan gəldi? Bax, 52-ni vururam suyun indeksindəki orada 2-yə. Baxın, 52 mol H2O deyil. 52-ni də 2-yə vuranda cəm hidrojen atomlarının sayının 104 olduğunu tapdım. Buradan da yenə R bərabərdir 34 olduğunu tapdım. Yəni burada hidrojen atomlarının əslində R orada qanadda hidrojen atomlarının sayını tapdım. Onda belə çıxır ki, bu turşunun ümumi formulu karbonun 7 H33 COH-dır. Demək hidrojenlərin sayı 33-dən bu COH-ın qanadındakı bir dənə hidrojeni topladım. 34 o da. Yəni bu testin cavabı 34 olduğunu tapdıq. Sonra 56-cı sualda var. Reaksiya verilir. Başlanğıc maddələrin demək kütləsi eynidir. Reaksiya maddələrindən biri tam sərf olunur. Bir belə su əmələ gəlir. Yəni 3.6 qram su əmələ gəlir. Artıq qalan maddənin. Demək reaksiyanı yazaq uşaqlar. 2H2 üzərinə gəldi O2. Keçir H2O. Uşaqlar biz bilirik ki, burada 4 qram, 32 qram birləşdirəndə 36 qram su əmələ gəlir. Baxın, əgər mənə eyni qram deyirsə, hər ikisini 32 götürürəm. Böyüyə uyğun götürürük də, hər ikisini, yəni A bərabərdə 32 verək. Yox, burada 3,6 şərti qoyub. Ona şərtə baxaq. Ayələ baxmayaq. Çünki şərti qeyd edək. Görək, burada 3,6 qram olanda nə qədər oksigen reaksiyaya daxil olur? 3,2. Burada da 0,4 qramda H2 reaksiyaya daxil olacaq. İndi eyni kütlə verək. Hər ikisinə 3,2 verək. A bərabərdir 3,2. Yəni orada böyük oksigenin molu olduğu üçün onu veririk ki, yəni bir-birlə hər ikisinə 3,2 götürürsəm, onda burada 3,6 qramda su əmələ gəlir. Hansı artıq qalacaq? Baxın, 3,2 oksigen götürmüşəm. Yenə oradan özünə 0,4 qram H2 birləşdirəcək. Nə qədər artıq qalacaq? 3,2-dən də o 0,4 qram H2 reaksiyaya daxil olmuşdu. Onu çıxıram. Deməli, qalır 12-dən 4-ün 8, 1,8 səhv eləmədik. 0, 2,8 daha doğrusu. 2,8 qram orada
H2 artıq qalır. Bir çıxaq buna. Yorulmuşam, çıxa bilmirəm. 0.12-dən 4.8-ə 2.8 qalır. 2.8. 2.8 oradan H2 artıq qalır. Yəni artıq qalan maddəni hesablayın. 2,8. Yəni burada cavabımız 2,8-dir. Yəni artıq qalan maddəni hesabladıq. Hesablayaq ki, situasiyanı buradan yazacağıq. 57-ci testdə baxın uşaqlar, gəlin burada da qiymətlərini yerinə qoya bilərik. Biz bilirik ki, KH-la omega arasında belə bir asılılıq var ki, mən KH-ı tapmaq üçün nə edirəm? KH-ı tapmaq üçün omeganı 20%-ə uyğun orada duzun həll olunan misalını hesablayıb tapmalıyıq. Bir dəfə 60%-ə, bir dəfə 70%-ə. KH bərabərdə biz bilirik omega bölünsün 100 çıxaq omega vurulsun 1000. KH ilə omega arasında belə bir asılılıq var, əlaqə düsturu var. Bundan istifadə edək, qoyaq tez-tez yerinə hesablayaq. KH-ın uyğun variantlarını götürək. KH bərabərdir. Deməli, bir dəfə 20 qoysam, 100-dən 20 çıxdım. Neçə qalır orada? 80 qalır. 80 də 1000-ə vursaq, uşaqlar, buradan ixtisar gedəcək. 1000-i də 4-ə, 250. 250 baxıram, 1-ə getdici. İndi ikinci halda hesablayaq. Yenə KH bərabərdir. İkinci halda 60-a uyğun hesablayaq. 60 bölünsün, 100-dən də 60 çıxsam, yazacaq, 160, vuraq 1000. Deməli, 100-dən də 60 çıxsam, burada 40 qalır. Deməli, burada da ixtisar getsə 60.000-i də 40-a bölsəm 1500. Belə bir cavab qalır. 2-yə də getdi. Sonra deməli, üçüncü halda KH-ımızı hesablasaq, üçüncü halda 75 verib. 100-dən də 75 çıxsam 25. Vursam 1000-ə. Deməli, bu da gedəcək 3000 eləyir 3000. Cavab 3000. 3000 hansıdır? A-dır. A variantı. Sərgəli. Deməli, 1, 2, 3 yazsaq, 1-ə C getdi, 2-yə D getdi. Deməli, 3-ə də A getdi. Yəni KH ilə omega arasında bir də deyirəm, KH bərabər omega bölünsün 100 çıxaq omega asılılığı var. Yine situasiyaya keçək. Sizə təqdim olmuş situasiyanı diqqətli oxuyun. Burada verilmiş məlumatlardan istifadə edin, tapşırıqları yerinə yetirin. Demək, alınan neçə situasiya ilə bağlı növbəti tapşırıqlar istifadə oluna bilər. Uşaqlar, baxın burada bizə, bunu pozaq. Pozulmadı. Burada bizə x verilib cədvəldə. X elementin dövri sistemində yerini tapar. Şərt verir ki, x atomu növbəsində 12 dənə proton var. Baxın, proton sözünə. L-də də proton var. X-i paylayanda uşaqlar normal halda paylasaq. X 1s2, deməli 2s2, 2p6, 3s1-dir. Yəni, bunun elektron konfigurasiyasında bunu X-in burada belə deyir, şərt verib ki, burada atom növbəsində 12 dənə ortadan yazaq. Bunun neytronu var. Yaxşı, onda da bunu 2, 2, 4, 10, buradan bunu protonlarının sayını hesablasaq 10, 16, 11 dənə də bunun protonu var. Topladım. Biz bilirik ki, P üstəcə neytronların sayı ayrı verir axı. İndi neytron sayı burada 10 verir. Mən də 11 tapdım da orada. Elədi bu, daha doğrusu 12 verib. Daha doğrusu 12 verib. Deməli, 12-nin də üstə 10, 12 üstəcə 11, daha doğrusu burada 12 var. Bir dəqiqə. Düz yazaq. Yazaq, P deməli bunun bildik ki 11-dir, neytronu 12-dir. Bu da elədi 23. Ayeri tapdıq ki, X elementin ayeri 23-dür. Bunu orada qeyd etdik. Yuxarıda qeyd etmişik. İndi L-i tapsaq burada, L-i tapsaq. L-i də deyir ki, ortada yazdıq 10 dənə bunun neytronu var. L-i də 1s2,
2s2, 2p5 tapsaq, 9 dənə bunun proton olduğunu tapsaq, topladıq 19 da bunun ayeridir. Yaxşı, indi bax üçün nə deyir? X ilə əməliyyat birləşmə rabitənin növünü müəyyən edin. Biz bilirik ki, birinci qrupu metaldır, X metaldır uşaqlar. Orada eldə 7-ci qrupda xlordur, flyordur, bromdur, hər nəysə bir halogendir. Bilirik ki, birinci qrup metal idi. Halogenlərin ümumi formulu XL. Yəni onun indeksləri yazılmır da. Çünki bunun oksidaşma dərəcəsi -1-dir. Bu da 1 elektron verir. O da bir dənəsi çatmır ki, P6-ya tamamlasın. İndi nə deyir? Rabitənin növünü iondur. Yazdıq ion rabitə. Sonra birləşmənin nisbi molekul kütləsinə. Nisbi molekul kütləsini hesablasa X 23 tapmışdıq axı. Onda yaza bilərik 23 üstəgə elde 19 idi. Bunu toplamı da 23 ilə 33, 33 ilə də 9, 42. Deməli, bunun onda 42 də bunun ikinci nisbi molekul kütləsi olur. Sonra nə tapaq, nə deyir burada? Cədvəl tamamı. Dövrü cədvəlin verilmiş fraqmentində elektron mənfiliyi ən böyük elementi elektron mənfiliyi böyük flyordur da, baxaq görək indi hansı o dəyişən adı altında verilib gedir. Radiusu ən böyük olan element. Burada radiusu ən böyük element yuxarıdan aşağı bir ki, radius artır. Dövrlər üzrə getdikcə kiçilir. Y radiusu ən böyük elementdir. L-də elektron mənfiliyi ən böyük olan orada flyordur. Y yazaq deməli. Elektron mənfiliyi ən böyük L-dir, flyordur da. Biz bilirik ki, oksidaşdırıcı elektron mənfiliyi böyükəndir. Radiusu ən böyük olan orada element hansı idi, unuttum baxın. Y idi. Y elementi. Da deməli, radiusu ən böyük element Y idi. Bu da L idi, yəni flyor. Qeyd etdik, sual qalmadı. Baxaq, görək suallarımız qaldı. Sağ olun uşaqlar, diqqətinizə görə. Əgər izahımı bəyəndinizsə, kanalıma abunə olmağı, bəyənməyi, paylaşmağı da unutmayın. Çox sağ olun. Növbəti sınaqda görüşənə qədər.